Qardaşım, bu bürüc məsələsi odur ki, buna birinci baxmaq lazımdır ki, tarixinə baxmaq lazımdır ki, kimlər tərəfindən çıxıb bu bürüc söhbəti. Bu bürüc söhbəti Allah Azza və Cəllənin varlığını inkar edən ateistlər, bütpərəstlər tərəfindən çıxıb. Hansılar ki, əslində Allahın varlığına inanmırlar. Məsələ tək bürüc məsələsi deyil. Məsələ bugünkü gündə zinanı, fahişəliyi məşrulaşdıran, halallaşdırmağa çalışan kimlərdirsə, bu bürüc məsələlərini də gündəmə gətirən həmin insanlardır. Görmürsünüz ki, bugün bir çox ölkələrdə, yəni bir qadınla get küçədə tanış ol, onunla aylarla gəz, zina elə, bunu məşru görürlər, padruqamdır və ya tanışımdır, dostumdur, əladır. Təcavüz, zina nəyə deyirlər? Əgər zorlayarsansa, bugün fahişəliyi, zinanı, əxlaqsızlığı məşrulaşdıran insanlar, bürüc məsələlərini də məşrulaşdıran, düz göstərməyə çalışan həmin insanlardır. Gəl bax görək ki, İslamda bəyən elə bir şey yoxdur ki, ümmətin xeyrinə ola, onu Allah Azza və Cəllə insanlara nazil etməsin. Və elə bir şey varmı ki, insanlara faydalı olmasın, Peyğəmbər s.ə.v onu insanlara deməmiş olsun? Hər şey, ipindən tutmuş sapına kimi nə varsa, hər şey İslam dində bəyanatı var. Əslində bu bürüc zat söhbəti Allaha insanlar inanmasınlar deyə, Allahın yaratdığı boş-boş, Allahın yaratdığı şeylərə inansınlar deyə və yaxud da Allah Teala inanmayıb xurafi əqidələrə düşsünlər deyə onun yerinə. Ona görə bu bürücləri ortaya çıxardıblar. Məsələ bax, misal çəkin başa düşülmək üçün. Sovetlər vaxtı məscidlərin tikilməyində qadağa var idi. İnsanlar tək Allaha ibadət etməsin deyə, namaz qılmasın deyə. Amma pir tikmək istəsən, qəbir tikmək istəsən, Allahdan başqa nəyə ibadət eləmək istəsən, ibadət eləmək üçün başqa ibadətxanalar tikə bilərdin. Get pir tik, get qəbir tik, get ziyarat tik, nə bilim, nə istəyirsən tik, icazəli idi, amma məscid yox. Məscidi ləğv elirlərdi, ye savxoz, ye kalxoz, nə bilim, ye klublar, kinoya baxmaq üçün, ya da xarabxanaya çevirirlərdi. Amma Allahdan başqasını ibadət etmək istəsən, problem yox idi, edə bilərdin. Nə üçün? Çünki insanları doğru inancdan batil inanca yönəltmək məqsədi var idi. Bu bürüc söhbətlərinin ortaya çıxanlardan nədir? Sən təki Allaha inanmayasan. Sən təki Allaha inanmayasan, ondan sonra nə istəyirsən inan. Bu eşşək ilidir, bu at ilidir, bu nə bilim, xoruz ilidir, bu toyuq ilidir, balıq ilidir. Yox bir nələr. Nə toyuq, nə kələm, nə it, nə at, nə xoruz, nə toyuq. Bu, Allah Azza və Cəllənin qəza və qədərinə inkardır, bu küfürdür bu. Allah Azza və Cəllənin qəza və qədərinə qarşı çıxmaqdır. İmanın 6 əsasından biri nədir? Allah Azza və Cəllənin qəza və qədərinə inanmaq. Allahın qəza və qədərinə inanmaq nədir? Allah nə yazıbsa o olacaq. İlin adını biri pomidor qoysun, biri kələm qoysun. Bununla insanların başına gələn heç nə dəyişməyəsidir. Ona görə insanlarda doğru inancı qaldırmaq üçün yerinə bütün batil inanclar yükləməyə çalışırlar və bu şeydən diqqətli olmaq lazımdır. Bu insanları o dərəcədə Allahdan başqasına, bu din düşmənləri o qədər Allahdan başqasına bağlamağa çalışırlar ki, hətta axırda insan gəlir, yer üzündə ən qorxaq məxluq olur. Pişik keçdi, qoyma sənin bazarın qara olacaq, qoyma sənin işlərin əyri keçəcək, duz töküldü, qoyma evdə dava olacaq, bıçaq yerə düşdü, heyvanların qırılacaq, bayquş gəldi, evdə adam öləcək, da pendirdən də, xiyardan da, hər şeydən qorxurlar. İnsan elə olur ki, ya onda nəfəs alası olmasın da. Və bunu bəzi insanlar tərs başa düşür. Deyəndə ki, kişi bayquşdan qorxma, pişikdən qorxma, duzdan, xiyardan, pomidordan qorxma. Deyirlər, elə deyirsiniz ki, heç nə yoxdur və adam ölsün da. Tam tərsinə. Qardaş, İslam anlayışına baxsan, baxırsan ki, İslam anlayışı tək Allahdan qorxan, tək Allaha inanan, güclü bir şəxsiyyət formalaşdırmağa çalışır İslam dini. Müsəlman tək Allaha inanır, tək Allahdan qorxur, hər şeydə Allahın izni ilə insanın başına gələcəyinə inanır. Duz töküldü, belə olacaq, pişik getdi, belə olacaq, bayquş gəldi, belə olacaq, nə bilim, əlimi ulduza uzatdım, belə olacaq. Belə boş-boş şeylərlə insanları qorxu yuvasına çevirməyə gərək yoxdur. İslam dininə baxsan, bütün əhkamlarında, əmrlərində, qadağanlarında
bir güclü bir şəxsiyyət formalaşdırmağa çalışır. Ki, müsəlman sadəcə Allahdan qorxsun, ancaq Allahdan umsun, ancaq Allaha ibadət eləsin, ancaq Allahdan istəsin, Allahdan başqa əsla heç nədən nə qorxmasın, nə çəkinməsin. Və Allah Azza və Cəllə yazandan başqası da olmayacaq. Və budur doğru inanc, budur doğru əqidə. İxlasla.com saytı tərəfindən təqdim olundu.